Hər gün saatlarla avtomobil sürmək niyə bel və boyun ağrıları yaradır? Səbəb sadəcə çox oturmaq deyil. Sürücü saatlarla sükan arxasında eyni vəziyyətdə, yəni hərəkətsiz qalır. Bu zaman boyun və bel gərginləşir. Əsas ağırlıq isə məhz bizim onurğamızın üzərinə düşür. Maşında oturarkən bədən irəli, çiyinlər isə qabağa gəlir. Bu vəziyyətdə başın çəkisi boyuna normadan 4-5 dəfə artıq yük verir. Nəticədə boyun əzəlləri sərtləşir və qulunc yaranır. Sonra isə ağrı çiyinlərə və qollara yayılır. Gün ərzində fasiləsiz saatlarla bu şəkildə avtomobil idarə etmək bel və boyun hissədə hətta qrıjaya belə səbəb ola bilir. Bəs çarəsi nədir? Hər bir saatdan bir maşından düşüb 2-3 dəqiqə gəzin. Oturacağın arxasını çox uzatmayın. Sükanı özünüzə yaxınlaşdırın ki, irəli əyilməyəsiniz. Əgər gün sonunda bel və boyun hissədə uyuşma və ağrı hiss edirsinizsə, təbii tərkibli FlexForce gel və tabletlərindən istifadə edə bilərsiniz. FlexForce bildirim ki, dərman deyil, bitki tərkibli qida əlavəsidir. Tərkibində isə hamımızın tanıdığı kamfra, istiotlu nanə, lavanda və evkalipt yağı ilə yanaşı qığırdağın əsas tikinti maddəsi olan qlukozamin, xondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu məhsullar birlikdə istifadə olunduğu zaman qan dövranını yaxşılaşdırır, oynaqları qidalandırır, zədələnmiş oynaqda iltihab və ağrını, duzlaşma əlamətlərini azaldır və hərəkət qabiliyyətini də yaxşılaşdırır. Gələk məhsulun istifadəsinə. Deməli, geri gündə 2-3 dəfə ağrıyan hissəyə vurub masaj edirsiniz. Tableti isə 18 yaşdan yuxarı hər kəs gündə bir dəfə istifadə edə bilər. İtaliya istehsalı olan FlexForce gel və tableti bütün apteklərdən əldə edə bilərsiniz.